Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə 8-ci sinif qiymətləndirmə tapşırıqlarından həyatın kimyası mövzusunun suallarına baxacağıq. Birinci sualda deyir ki, A variantında karbohidrat, zülal və karbohidrat, yağ və zülalların tərkibində eyni olan elementlər. Karbohidratların tərkibində nə var? Karbohidratın tərkibində var karbon, hidrogen, oksigen. Yağların tərkibində var karbon, hidrogen, oksigen, azot. Zülalların tərkibində var karbon, hidrogen, oksigen, azot. İndi üçündə də eyni olan hansı elementlərdir? Karbon, hidrogen və oksigen. Buna əsasən cavabımız nə olacaq? A variantı. Azot hamısında yoxdur. Bəzilərində yağlarda azot olur, hamısında olmur. Prokaryotlar. Prokaryotların DNT-si yerləşir. Prokaryot nədir? Baxın, prokaryot bakteriyadır. Prokaryot nədir? Bakteriya. Bakteriyanın da bilirik ki, nüvəsi yoxdur. Ona görə DNT-si nüvədə yerləşə bilməz və bakteriyalarda orqanoidlər də olmur. Yəni mitoxondri yoxdur, plastid yoxdur. Bir dənə ribosom var, amma ribosomda da RNT var, DNT olmur. Ona görə bu da aid deyil. Bəli, sitoplazmada yerləşir. Amilaza fermenti parçalayır. Deməli, bilirik ki, fermentdən 3 növü var da. Bir var zülalları parçalayanlar, bir var yağları parçalayan, bir də var karbohidratları. Lipaza parçalayır, məsələn, yağlar. Amilaza parçalayır, şeyləri, nədir onun adı? Karbohidratları. Bir də var proteaza. Proteaza isə parçalayır zülalları. İndi bizə nə deyir? Amilaza fermenti parçalayır. Amilaza fermenti nəyə parçalayır? Nişastını parçalayır maltozaya. Deməli, bu da harda var? D variantında göstərilir. DNT 3 dəfə aşkar olunmuşdur. DNT 3 dəfə leykozitlərdə aşkar olunub. Leykozitlərdə nüvəli olduqları üçün onların nüvəsinin tərkibində DNT aşkar olunub. Leykozitlərin də başqa adı nədir? Alkan hüceyrələri. Buna görə cavabımız olacaq C variantı. 5-də X maddəsi müəyyən edin. Deməli, burada natrium OH və kupr mesodu məhluluna salınıb. Deməli, bu hansında məhlul bənövşəyi rəngə boyanır? Zülallarda. Yumurta ağı zülalında eləmişdilər. Orada da rəngi dəyişilirdi və məhlul neynidir? Bənövşəyi rəngə boyanırdı. Bu da yəni nəyin təyin edicisidir? Zülalların təyin edicisidir. O görə cavabımız nə olacaq? D variantı. Amin turşu qalıqlarının təşkil olunmamışdır. Katalaza fermenti, biz bilirik ki, fermentlər hamısı zülaldır. Zülallar da amin turşularından ibarətdir. Ona görə A variantı düzdür. Amilaza fermenti, yenə fermentlər zülallardan ibarətdir. Zülallar da amin turşularından. Ona görə B variantı da deyil. Lipaza yenə fermentdir, yenə eyni formada. Amma selluloza karbohidratdır, yəni polisaxariddir. Ona görə nə olacaq? D variantı cavabımız olacaqdır. 7-də DNT molekulunda sayıları həmişə bir-birinə bərabərdir. Urasilli karbohidrat. Birinci olaraq DNT-də urasil yoxdur. O görə A variantı getdi. Timinlə pentoza. Timinlə pentozalar eyni deyil. Tozin, deməli, tozin azotlu əsaslar, orta fosfat turşusu qalıqları xeyir. Adin azotlu əsaslarla pentozaların qalıqları xeyir. Pentozalarla orta fosfat turşusu qalıqları bəli. Bir dənə orta fosfat turşusu qalıq olub, bir dənə də pentoza. Sayılar 1-dir. Ona görə cavabımız nə olacaq? Y variantı. 8-də hansı ifadə doğru deyil? Bitki suyu buxarlandırmaqla həddən artıq qızmaqdan qorunur. Bu düzdür. Su bədən temperaturunun sabit saxlanılmasını təmin edir. Bəli, bu da düzdür. Qeyri-polyar molekullu maddələr suda asan həll olur. Qeyri-polyar yox, polyar molekullu maddələr suda asan həll olur. Ona görə C variantı səhvdir. Su maddələrinin daşınmasında əhəmiyyətli rol oynayır. Düzdür. Deməli və insan orqanizmində daxil mühitin tərkibindəki suyun hesabına qidalı maddələr hüceyrələrə çatdırılır. Bu da düzdür. Gəlim 9-a. Eyler-Venn diaqramına uyğun bədləri müəyyən edin. DNT, RNT və ortaq. Nukleotidlərdən təşkil olunmuşdur. İstər DNT, istər RNT, hər ikisi nukleotidlərdən ibarətdir. Onun üçün 3-ə aid olacaq ortaq 1. 3-ə 1 aid olan C, D, Y variantı, daha doğrusu C və D variantlarını silirik. Çünki C ilə D-də 3-də 1 yoxdur. İndi baxırıq, molekulu bir zəncirlidir. Bu RNT-dir. 2 aid olacaq. Timin azotlu əsası var. Bu DNT-dədir. 3 aid olacaq. Urasil azotlu əsasları var. Urasil harda var? Urasil RNT-də var. Ona görə 4 aid olacaq. Karbohidrat qalığı dezoksiribozadır. Bu DNT-dədir. 5 bura aid olacaq.
4 növ azotlu əsasa malikdir. Deməli, ikisində də 4 növ azotlu əsas var. Ona görə 6 aid olacaq ortaq. Deməli, 3, 5, 2, 4 və 1, 6 olacaq. Bu da B variantındadır. Onda atomun nüvəsində yerləşən hissəcikləri müəyyən edin. Atomun nüvəsində nə var? Proton və neytron. Elə bir müsbət yükün nüvədən və mənfi yükü elektronlardan ibarətdir. Atomun özü. Müsbət yükün nüvə deyəndə nüvənin özü protonlardan və neytronlardan ibarətdir. Neytron yüksüzdür. Ona görə biz deməli belə deyək də sıfırdır yükü. Proton müsbət yüklüdür, elektron da mənfi yüklüdür. Ona görə biz deyirik müsbət yüklü nüvədən. Çünki neytronun yükü yoxdur. Ona görə deməli nüvədə nə aid olacaq? Proton və neytron 1 ilə 3 cavabımız olacaq Y variantı. İri qida hissəciklərinin hüceyrə tərəfindən udulması prosesi. Əgər qida hissəcikləri deyirsə, yəni maye yox, qidadan söhbət edirsə, yəni bərk haldan söhbət edirsə, bu fagositozdur. Yox, əgər maye hissəciklər desən, bu zaman pinositoz olacaq. İndi bizdə qida hissəciklər dediyi üçün cavabımız nə olacaq? Fagositoz. 12-də məməlilərin ağciyər alveollarında qazlar mübadiləsiz sxeminə əsasən birinci və ikinci istiqamətlərdə hərəkət edən qazları və mübadilənin hansı yolla baş verdiyini müəyyən edin. Birinci olaraq bu hansı prosesdir? Diffuziya. Yəni proses diffuziya prosesidir. Birinci nədir? Bu venoz qandır. Venoz qanı gedir, arterial qana çevrilir. Onda nə olacaq? Venoz qan deməli 1 olacaq karbon qazı, 2 olacaq nə? Oksigen. Deməli, karbon qazı, oksigen və diffuziya. Bu da harda var? A variantında var. 13-də saxaroza, qalaktoza, riboza. Deməli, molekulunda karbon atomlarının sayı. Saxarozanın formulu nədir? C12, H22, O11. Bu saxarozadır. Qalaktozada nədir? C6, H12, O6. Bu qalaktozadır. Riboza nədir? C5, H10, O5. Bu ribozadır. Bizdən karbon atomları deyir. Saxarozada karbon atomu 12 dənədir. Yazıram ona görə 12. Deməli, qalaktozada 6 dənədir. Ona görə yazıram 6. Ribozada da 5 dənədir, yazıram 5. Cəmlərində 12 üstəgəl 6 üstəgəl 5 cəmi neçə edir? 23. Deməli, cəmi neçə olacaq? 23. Gəlirəm 14-də. Bitki hüceyrəsi su potensialı daha yüksək olan məhsullar yerləşdirilərsə. Əgər deməli, bitki hüceyrəsi su potensialı daha yüksək olan məhlullar yerləşdirilir. Onda bu zaman məhlul necə olacaq? Hipotonik məhlul. Hipotonik məhlulda nə olur? Su osmos yolu ilə hüceyrəni tərk edir. Xeyr, su osmos yolu ilə bu zaman hüceyrəyə daxil olur. Hüceyrəni tərkləmir. Onun üçün bir səhvdir. Sitoplazma hüceyrə divarından kənara çəkilir. Xeyr, kənara çəkilmir. İçinə sıxılır. Onun üçün 2 var. 2 də səhvdir. Plazmoz baş verir. Deməli, plazmoz yox, deplazmoz baş verir. Ona görə 3 də səhvdir. Su osmos yolu ilə hüceyrəyə daxil olur. Bəli, düzdür. Deplazmoz baş verir. Düzdür. Turgor halı müşahidə olunur. Bəli, düzdür. Deməli, cavab nə olacaq? 4, 5, 6. 15-də monosaxaridlər üzvü birləşmələrin deməli, karbohidratlar adlanan qrupuna aiddir. 3, 2 monosaxaridin kondensləşməsindən, yəni birləşməsindən nə alınır? Disaxarid 2, çoxlu monosaxaridin kondensləşməsindən, yəni birləşməsindən isə nə yaranır? Polisaxarid 4. Sadə karbohidratlar suda həll olurlar. Suda həll olan 5 üzvü birləşmələrdir. 16-da kimyəvi birləşmələri müəyyən edin. Kimyəvi birləşmələr deyəndə, deməli, bizə nə lazımdır? Mürəkkəb maddələr, su, azotdur, kükürdür, oksigendir. Bunlar kimyəvi birləşmə deyil. Bunlar sadəcə sadədirlər, çünki bir elementdən ibarətdirlər. Kimyəvi birləşmə hansıdır? Sudur, formulu H2O-dur. Karbon qazıdır, formulu CO2-dir. Amin turşusu da yenə zolların monomerindən ibarətdir. Bunlar da yenə deməli amin qrupu, karboksil qrupu və deməli deyirik ki, radikallardan ibarətdir. Yazırıq NH2, CH, deməli radikal və karboksil qrupu. Bundan ibarətdir. Gördüyünüz kimi bir birləşmədir bu. Ona görə olacaq 1, 3 və 6. 17-də uyğunluğu müəyyən edin. Hüceyrənin üzvü birləşmələri lipid. Lipid nədən yaranır? Yağlardan.
Lipidlər birləşib yağlar əmələ gətirir. Ona görə B. Karbohidrat. Karbohidrat nədən yaranır? Deməli, mürəkkəb karbohidrat və yaxud sadə karbohidrat. Bunda da götürə bilərik biz laktozanı. D. Amilazanı götürə bilmərsiniz. Amilaza çünki fermentdir. Fermentdə zülaldır. Zülallardan. Zülallardan ibarət olan nə var? Zülallardan ibarət olan bir Y amilazadır, bir də hemoqlobin zülaldır, bir də A. Deməli, Y, A yazdım, A, Y olacaq ardıcıllıqla. 1B deməli 2D, 3-ə A, Y aid olacaq. 18-də əmələ gətirən sadə maddələr, zülalları əmələ gətirən sadə maddələr nədir? Amin turşuları. Sintez edən hüceyrə orqaneli zülalları nə sintez eləyir? Ribosom, sonra dənəvər endoplazmatik şəbəkə, E-Ş formasında yazılır, dənəvər endoplazmatik şəbəkə, sonra nə sintez edir? Mitoxondri, sonra sintez edir xloroplast. Yəni, harda ki ribosom var, onların hamısında zülal sintezi gedir. Gəlirik 19-a. Nukleotidlər hansı hissələr vasitəsilə bir-biri ilə birləşərək DNT zənciri əmələ gətirir? Birinin deməli karbohidratından digərinin fosfat turşusu qalığı pentozası vasitəsilə birləşir. Ona görə 2 və 3 hissəsini götürürük. 20. Aktivləşmə enerjisi nədir? Reaksiyanın getməsi üçün tələb olunan minimum enerjidir. Bu aktivləşmə enerjisidir.